Qızılacılı kənd sakini 21 yaşlı Elnur Hümbətov 2013-cü ilin 3 sentyabr tarixində Marneoli Aversi klinikası ərazisində baş verən avtoqəzanın qurbanı olub. Onu içkili vəziyyətdə avtomobili idarə edən öz həmkəndlisi Sərxan Allahverdiyev yolun kənarında vurub. Hadisədən 3 aydan artıq müddət keçsə də Elnur Hümbətovun anası və qohumları bildirirlər ki, qəzanı törədən Sərxan Allahverdiyev hələ də azadlıqdadır və indiyə kimi məhkəmə olmayıb. Onlar Elnurun dünyasını dəyişdiyi məkanda kiçik ölçülü aksiya keçirərək müvafiq orqanların lazımi şəkildə məsələyə diqqət yetirməsini tələb edirlər. Əks halda baş nazirin aparatına müraciət edəcəklərini də vurğuladılar. Sentyabrın 3-də o mənim oğlumu burada maşın o vurdu orada trotuarda. O vuran adam da qaçdı. Heç nəyə də kömək eləmədi. İndiyənə kimi də 4 aydır bu işə də heç kim də baxmır. Kimə pul verilib, kim durur bunun dalında ortaya çıxsın. Gürcüstanda zakon yoxdur, qayda qanun yoxdur, adam öldü. 22 yaşında oğlan öldü. Heç kim baxmır bu işə. Elə bil ki, belə də lazım idi bu. Kim durur bunun dalında, kim pul verir. Gürcüstanda hər də var, o zakon ki, vurdun, qaçdın, 22 yaşında. Heç kömək də eləmədin. Kim durur bunun dalında, Gürcüstanda var mı o zakon ki, vur. Vur ilə, qaç ilə, heç kömək də eləməylə də. Köprüsən, elədin mi? Gəl gənə də kömək eləyinə. Azadlıqdadır. Ortada gəzir. Baxmayırlar bu işi. Bundan sonra əgər Gürcüstanda iş qayda qanun yoxdur, ministerstvo əgər bu işə baxmırsa da, mən bildiyimi eləyəcəm. Advokatımızın yanına gedərəm, sus sor, elə bil hamının ağzına o pul mu ne o verir, следователь deyir, 4 aydır, следователь de deyir ki ne, bugün get, sabah get, büyürsün gəlinlə. Hamı kirmicəcə durur. Qızılacılıda yaşayır, Allahverdiyev Sərxan, üzərdəcə gəzir, yevçi kef eləyir. 4 ayda da bu iş oldu, mənim də var, tut bir oğul idi, vəssalam. Bir ay, 2 həftədən sonra ərimin 2 ilidir. 4 ayda da oğlum getdi. Bizim planlaşdırmamız odur ki, tutulsun. Bunun 2 yaşında uşağı var, təzə ata deyirlər. Yoldaşı balnisada yatır, bacısı da elə onun üçün balnisada yatır, təzə çıxartmışıq. Da bu da belə olmaz da, atası da təzə rəhmət gedib, ev qapı bağlanıb baş düşdü. Bir bu qalıb, ha? Bir dənə bu qalıb qalan. Bu da indi belə bir şeylər, indi imkan yoxdur. Nə olsun ki, imkan yoxdur, kimin barı var dən, gedib yuxarıda oturmalıdır, üzərdə oturmalıdır, eləmi? Elə şey yoxdur. Qanun varsa da çıxsınlar ortaya, qanunla, normalla, qayda qanunla şeyləsinlər. Mən sual verirəm, deyirəm ki, əgər mən həmin adam vurub öldürsəm, necə olacaq? Mənə deyirlər ki, 10 insana iş düşür. Niyə bu insan bunu vurdu, burada öldürdü, ona iş düşmür, mənə iş düşməlidir? Nə səbəblə? 3 ay yarındır bu iş olub, 21 yaşında cavan oğlanı burada, bu trotuarda, getdiyi yerdə keyfli. Adam böyük sürətlə gedib vurdu, o daşların üstü 18 metr qırağa tuladı, yerində öldü. Qız, onun yoldaşı 19 yaşında, stresli şok keçib. Bugünkü günədədir, gənə müalicədədir. Elə də başısı, 2 yaşında da uşağı qalır. Bu işi də heç kim baxmır. Əgər baxmırlarsa da, biz Premier Ministerin düz kabinetinə gedib, orada palatka qurub, orada oturacaq baxlana kimi. Əgər Gürcüstanda bir düzlük, bir spravedlivost heç arada yoxdur ki, kimsə də maraqlana, heç kim gözləmir, onların ailəsi, uşağı yoxdur mu? Heç kim bilmir kimin başına nə gələcək. İnsaniyyətlik, təmizlik, düzlük axtarırıq biz ki, o adam geçsin, cezasını çəksin. Ortada pul istəyir, bilmirəm, tanışlıq istəyir, nəsə, ancaq düzgünlük yoxdur. 4 ay, bu işin gedir, amma axırı görünmür. Biz də hövsələdən çıxmışıq da. Mövzu ilə bağlı Sərxan Allahverdiyevin evinə yollandıq. Onun həyat yoldaşı Ceyran Məmmədova məhkəmənin indiyə kimi olmamasını təsdiqləsə də başqa heç nədən xəbəri olmadığını vurğuladı. Mən bilmirəm, vallahi öyle. Heç kim yox, yoldaşıyam. Su təl olmuyubdur, gedib gəlirlər də. Aparıb danışdırırlar, gətirirlər də. Hə. Nə qərar verir? Nədir, barışın deyir, o da barışmırlar. Süddə nə qərar verir? Bilmirəm, valla mənim xəbərim yoxdur. Qardaşları zat gedər, onu gedib gəlirlər. Məsələ üzrə araşdırma aparan vəkil isə bildirir ki, məsələ ilə bağlı hələ də istintaq gedir. 2 həftəyə ekspertiza işləri başa çatacaq və nəticələr bəlli olacaq. Muhtarım.
Paltada qavşırıb. Məsələ ilə bağlı 274-cü maddənin 5-ci bəndinə əsasən istintaq işi qaldırılıb. Bu faktla əlaqədar tibbi yol hərəkətinə dair ekspertiza təyin olunub. Ekspertiza nəticəsində sürücünün nə dərəcədə günahkar olması məlum olacaq. Ekspertiza təqribən 2 həftəyə başa çatmalıdır. Tədqiqatlar nəticəsində əgər məlum olarsa ki, sürücü yol hərəkət qaydalarını pozub və bu təsdiqlənərsə, o 6-dan 9 ilə qədər azadlıqdan məhrum olmanı nəzərdə tutan 274-cü maddənin 6-cı bəndinə əsasən cəzalandırılacaq. Ekspertizanın nəticələri istintaqa təhvil verilməyincə şəxsin günahlandırılmasına heç kim qərar verə bilməz. Bu elə bir cinayətdir ki, detalları belə araşdırılıb prokurorun və ya müstəntiqin qarşısına qoyulmadan heç nə demək olmaz. Mənim müstəntiqlə hər gün ünsiyyətim olur. O bildirir ki, bu ağır səviyyəli cinayətlər sırasına daxil olduğuna görə ətraflı şəkildə öyrənilib analiz olunmağa ehtiyac var. Müstəntiqlər onların təyin etdiyi ekspertizanın cavabını gözləyirlər. Bugün Gürcüstanda elə vəziyyətdir ki, heç kim cəsarət edib pul ödəyə bilməz. Dəfələrlə belə faktlar olub və həmin şəxslər həbs olunublar. Qeyd olunan məsələ Kvemokartli prokurorluğu tərəfindən kontrola götürülüb. Ona görə də bu məsələdə hansısa məbləğin ödənilməsindən söhbət gedə bilməz. Bu yol verilməzdir. Biz ekspertizanın nəticələrini gözləyirik. Sonra şəxsin günahlandırılması məsələsi məlum olacaq. Elnur Hümbətovun ailəsi və yaxınları isə nəticələrin məlum olmasını böyük ümidlə gözləyirlər.